Salam hər birinizə. Bugün belə bir sualların izahına baxmaq istəyirəm. Buraxılış imtahanı 11-ci siniflərlə bağlı olan buraxılış suallarının həllərinə baxmaq istəyirəm. Deməli, minimum 10 suala baxaq. Qalan 15-i də, yəni qalan hissəsi də videonun ikinci hissəsində paylaşılacaqdır. Deməli, 60-dan 70-ə kimi olan sualların həllinə baxmağa çalışaq. Deməli, bizə veribdir ki, 2 loqaritmik ifadə bunların AB hasilini tapmaq tələb edir. Deməli, biz burada yazmalıyıq. Vurma hasilində yazırıq və loqaritmanın qaydasından bilirik ki, 25-i 5-in kvadratı 16-nı 4-ün kvadratı kimi yaza bilərik. Və bunu belə yazdıqdan sonra biz burada 5-in üzərindəki qüvvətlə 4-ün üzərindəki qüvvəti nisbət şəklində verilmiş burada loqaritmanın qarşı tərəfinə çıxarda bilərik. Və o da 2/2 nisbətində çıxır deyə verilmiş loqaritmik ifadə loqaritma 4 əsasdan 5 vur loqaritma 5 əsasdan 4 şəklində ola bilər. Və burada bu verilmiş 2 loqaritmik ifadə bir-birinə tərs ifadədir. Tərs olduğunu necə bilərəm? Loqaritmanın belə bir qaydası var ki, loqaritma A əsasdan B-ni biz 1 bölünsün loqaritma B əsasdan A şəklində görsədə bilərik. Və bu yoldan davam edəsək, deməli biz burada yaza bilərik ki, loqaritma 4 əsasdan 5 vurulsun. Deməli, vurulsun 1 bölünsün loqaritma 4 əsasdan 5. Deməli, buradan da verilmiş iki ifadə bir-birinin eyni olduğuna görə ixtisar geçsək, qalar doğru cavabımız 1D variantı. Sonra İkinci, ifadəni vuruqlara ayırmaqda o deməkdir ki, əgər belə ədədlərdirsə, ifadələr, sən burada ortaq vuruq çıxartmalısan. Orta vuruq ədədindən hərfinə uyğun olaraq, yəni hər ikisinə də bölünən eyni ədəd olmalıdır. 8 ilə 12-nin hər birinə bölünən ədəd nədir? 4, əbobi yəni 4-dür. 4-ü çıxarayım. Sonra baxayım, hansı hərfdən ki 2 dənədir, onun ən kiçiyini çıxarmalısan. Məsələn, A kvadrat, A kubu deyilmi? Ortaq vuruq kiçiyini çıxardırsan. Olur A kvadratı. Sonra B kubu ilə B üstü 4. Kiçiyi hansıdır? B kubu vur. B'nin kubu. C üstü 4 ilə C üstü 5. Kiçiyi hansıdır? C üstü 4. C üstü 4'ü çıxardıram. Deməli olur. Yerdə nə qalır? 2. Başqa. Çünki birincinin bütün hərflərini çıxardım ortaq vuruq. Sadəcə orada 8-in digər vuruğu 2 qaldı. Plus sağda isə 12A kubundan 4'ünü götürdüm 3. A kubunun A kvadratını götürdüm 3A B C. Deməli, verilmiş ifadəmizin, çox hədimizin vuruqlara ayrılması şəkildəki kimidir. Yəni, doğru cavab variantımız Y variantı. Sonra baxaq 63-cü sual. 63-cü sual çox rast gələn suallardandır. Funksiyanın qiymətləri çoxluğunu tapmaq nasıl? Bu sualda kvadrat var deyə bildiyimiz yollardan fərqlisi necə? Yəni kvadratla olanı yazaq, sonra kvadratsızlığında qaydasını göstərəcəm. Biz bilməliyik ki, əvvəla sinus x funksiyasının qiymətlər oblasti -1, 1 aralığıdır. Qiymətlər oblasti və hər iki sərhəddi götürür. Ancaq sinus kvadratı x ifadəsinin qiymətlər oblasti isə 0, 1'dir. Çünki sinus x-in ən kiçik qiyməti -1'dir. Tək funksiyadır. Amma sinus kvadratı x da kvadratik funksiya -1 qiyməti, kvadratik ifadə -1 qiymət ala bilməz axı. O qiymət ala bilmir deyə mənfi qiymət. Demək, kvadratın ən kiçik qiyməti nə olmalıdır? 0 və 0-dan böyüklər. Yəni, bu da kvadratik ifadə olduğuna görə aşağı sərhəddi 0 olasıdır. Sinus kvadratı x. İndi biz burada verilən ifadəni, yəni mötərizənin daxilində olan ifadəni burada yaratmağa çalışaq. Hər tərəf əvvəla 3'ə vuraq. 0 vur 3, 0 kiçik bərabər 3 sinus kvadratı x kiçik bərabər 3'dən. Sonra hər tərəfindən 2'ni çıxaq. -2 kiçik bərabər 3 sinus kvadratı x kiçikdir bərabər 1'dən. Hər tərəfindən çıxdıq, amma ortadakindən çıxmadıq. Ondan da çıxmasaq, bizdən küsüb inciyər. Deməli, kiçikdir bərabər 1. Ne deməli, burada biz bu ifadəni aldıq. Əgər bu kvadratik ifadə olmasaydı, bizim doğru cavab variantımız -2, 1 olasıydı.
Yəni bu üstündəki bu kvadrat olmasaydı, sadəcə ifadə 3 sinus kvadrat x çıx 2 şəklində olsaydı, bizim doğru cavabımız -2 1 idi. Ancaq üzərində kvadrat var deyə, deməli biz bu ifadəni kvadrata yüksəlmiş halını götürəsirik. Və həmişə yadda saxlamaq lazımdır ki, kvadrata yüksəltmə varsa və verilmiş bərabərsizliyin ən sol küncündə aşağı hissəsinin aşağısında, aşağı sərhədində mənfi varsa, oranı birinci sıfırla götürməliyəm. Sıfır kiçik bərabərlə götürməliyəm. Daha sonra kiçik bərabər 3 sinus kvadrat x minus 2 kiçikdir bərabər. Sonra -2 ilə 1'i kvadrata yüksəldiyəm. Hansının kvadratı daha böyük olarsa, yuxarı sərhəddə onu yazacağıq. Məsələn, -2'nin kvadratı 4'dür, 1'in kvadratı 1. Deməli, yuxarı sərhəddə nə yazmalıyam? 4'ü. Bu hər zaman belədirmi? Xeyr, hər zaman belə deyil. Məsələn, indi bu əvvəla misalımızın həllini qeyd edim. Deməli, bu misalımızın doğru həlli 0-4 aralığıdır. A variantı. Amma gəlin indi belə deyək. Məsəl üçün, burada indi belə verə bilər. Məsələn, -3 kiçikdir bərabər. Məsələn, hər hansısa bir x dəyişəni kiçikdir bərabərdir. Məsəl üçün 4. Yenə ifadədə bizdən x kvadratın, məsəl üçün yenə kvadratik hər hansısa bir ifadənin qiymətini soruşur. Yəni lap belə yazaq. Tam aydın olsun deyə sizə. Məsələn, indi ifadəni yenə belə almışıq. Məsəl üçün tutalım ki, indi burada ifadəni vurduq, çıxdıq, belə bir ifadə alır. Yenə sonda bunun da kvadratını istəyir. İndi burada kvadratını istəyirsə, aşağı hissəsi eyni qayda. Yəni necə? Mənfili ifadədirsə, deməli aşağı hissəsi 0 olacaqdır. 0'ın kvadratı minimum hissə. Çünki kvadratın ən kiçik qiyməti nədir? 0. Ortada verilmiş ifadə bu. Yuxarı sərhəddə isə indi yenə bayaq qeyd etdiyim kimi demişdik ki, sol və sağ, yəni iki tərəfi kvadrata yüksəldirsən, ən böyüyünü yazırsan. İndi burada mənfinin kvadratı 9 edir, yəni -3'ün kvadratı. 4'ün kvadratı isə 16. Bunlardan hansı böyükdür? Əlbəttə ki 16. Deməli ifadədən sonra yazacağıq kiçikdir bərabərdə 16'dan. Yəni bayaqki ilə fərqinə varsanız, bayaqkində, əvvəlkində -2'nin kvadratı daha böyük idi deyə burada ən sağ hissədə ona görə 4 yazmışdıq. Amma verilmiş indiki ifadədə 4'ün kvadratı daha böyükdür deyə, deməli sağda 16'nı yazdı. Yəni buna əsas diqqət olunmalı məsələlərdən birisidir. Yəni çox zaman çox abituriyenti, şagirdi, yəni çaşdıran suallardan. İnşallah ki bu videodan sonra daha bu tip suallarda çətinliyiniz olmaz. Deməli, indi baxaq 64'ə. Deməli, bizə verir ki, A bərabərdir verilmiş ifadə A plus B cəmini tapın. Deməli, bunu onda birlərə qədər nə etmək lazımdır? Yuvarlaqlaşdırmaq lazımdır. Deməli, yaza bilərəm ki, 71,854 plus 7,232. Alt-alta toplasan 6, 8, 0, 9, 79 tam mində neçə alındı? 86. Deməli, belə yazdıqdan sonra isə bizdən burada onda birlərə qədər yuvarlaqlaşdırmağı tələb edir. Deməli, bu hissəni tələb edir. Bundan qabaqsa ədəddə 5, 6, 7, 8, 9 silsiləsindən deyə, yəni həmin ədədlər olduqda öz qarşısındakına bir vahid pay verə bilər. O aspektdən yanaşaraq bu 8-dən də bir pay buna versə, olar 79,10'da 1 olar bizim ədədimiz yuvarlaqlaşdırmadan sonraki ədəd. Y variantı. Sonra ABCDY çoxluğunun bütün ad çoxluqlarının sayını tapın. Deməli, yadda saxlamalıyıq ki, verilmiş çoxluğun bütün ad çoxluqlarının sayı 2 üstü n-dən hesablanır. N hərfi burada verilmiş çoxluğun elementləri sayı. Neçə elementi var? 5 dənə. Deməli, 2 üstü 5 bərabərdir 32. Sonra 66 verib ki, ədədlərdən hansı 228 ədədin natural böləni deyil. Natural bölən deyəndə, yəni verilmiş ədədə bölünən ədədlər nəzərdə tutulur. Məsələn, desək ki, hansı 6'nın natural böləni deyil. Məsələn, cavablarda 1, 2, 3, 6, bir də 4 var. Deməli, bu 4'ü 6'ya qalıqsız bölünən ədədlərdir. Amma 4 qalıqsız bölünmür. Yəni, deyək ki, böləni deyil deyilsə, natural böləni deyil deyirsə. Deməli, sən 228'ə bölünəndə qalıq alınan
cavabı tapmalısan. Deməli, burada da cavabı belə baxsaq. Deməli, doğru cavab variantımız B variantı olur. Həqiqətən də 228-i 95-ə bölsək, deməli, hardasa 2 tam neçəsi alınır? Yəni, doğru cavab 66-nın şərtinə görə doğru cavab B variantıdır. Yəni, 228-ə bölünməyən ədədləri soruşuyor bizdə. İndi gəlin baxaq 67 tipli suala. 63-ün qalıntıları var burada bayaqki sual izahında. Deməli, 67-də nə deyir bizə? Deyir ki, verilmiş nöqtəni veribdir. Y bərabərdir mənfi x-a nəzərən. Yəni, bu simmetrik çevrilmədir. Yəni, burada heç əzbərə ehtiyac yoxdur ki, necə oluyor. Özümüz burada yerinə yazıb tapa bilərik. Deməli, y mənfi x-dir. Deməli, sən x-in burada qiyməti nədir? 4-dür. Burada y-in qiyməti mənfi 7-dir. Deməli, x-in yerinə gətirib 4-ünü yazsan, y-in yeni qiymətini taparsan. Deməli, y bərabər nə olar? X-in yerinə 4 yazsan, mənfi 4. Deməli, yeni nöqtəmin koordinatının biri mənfi 4-dür. Sonra ikincidə y-in yerinə gətirib mənfi 7 yazsam, x-imi də alaram 7. Yeni dəyişənimdə x-imin deyək ki, ədədləri 7 oldu ədədi. Deməli, yeni nöqtənin koordinatları nədir? 7 mənfi 4. Doğru cavab variantı D variantı. Sonra 68-ci suala baxaq. Deməli, 68-ci sualı verir ki, müsbət kökünü tapın. Deməli, burada belə şifahi də baxsaq, ola bilsin ki, cavab 30 olacaqdır. Amma bu bizi aldadı da bilər. Beşə burada sinus 10-dan məsələ üçün deyəm də sinus 15 var. Ona görə də bu tip suallarda sualı tənliyinə görə hesablamaq lazım. Necə? Yəni, yaza bilərəm ki, 4 sinus x bərabərdir ki, yəni şübhədə qalmamaq üçün. Sinus x da bərabərdir nəyə? 2 böl 4, 2-də 1-ə. Deməli, sinus x bərabərdir A tənliyi var ki, sinus x bərabərdir A tənliyi var. Həmin tənlikdə x bərabərdir mənfi 1 üstündə k vurulsun aks sinus A plus pi k. Deməli, buradan da yazası olsa x bərabərdir mənfi 1 üstündə k aks sinus 2-də 1 pi böl 6-ya plus pi k-ya. Deməli, ən kiçik kökünü soruşursa, ən kiçik müsbət kökünü soruşursa, k-nın yerinə 0 versək, 1 olar. İndi bunu nəyə görə yazdım? Yəni, doğru cavab variantı zaten 30-dur. Buradan gəlib çıxır. Yəni, daha da ardını istəyənlər üçün ardını, yəni necə alındı, onu bilmək istəyənlər üçün yazıram ki, yəni məsəl üçün bunu nəyə görə yazdım? Sonra məsələn bizdə bəzi trigonometrik ifadələr verir ki, orada verilmiş funksiyanın nəyini istəyir bizdən? A verilmiş aralıqda ala biləcək köklərini. Yəni sən burada k-nın yerinə qiymətlər verərək tapırsan. Yəni ən kiçik qiymət dediyinə görə k 0 olduqda mənfi 1 üstü 0 1 qaldı nə? 1 vurulsun pi böl 6 plus 0. Yəni doğru cavabımız pi bölü 6. Bu uzun yolu. Bunu mən sadəcə özümdən yazdım ki, daha ətraflı olsun. Yəni uzun yol istəməyənlərə elə buradaca məsələ bitir. Sinus x bərabərdir 2-də 1 nədir? Yəni x-in hansı qiymətində sinus 2-də 1 alar? 30 dərəcə C variantı. Yəni qısa yol istəyənlər üçün belə, uzun ətraflı öyrənmək istəyənlər üçün də bu forma. Sonra daxildən toxunan iki çevrənin radiusların uzunluqları 4 və 9 olarsa, çevrələrin mərkəzi. Deməli, daxildən toxunan iki çevrə istəyir bizdən. Bu bir çevrəm, bu bir çevrəm. İndi çox da şəklə diqqət eləməyəm. Yəni, səliqə səxmanla. Yaxşı, bir dənə səliqəli çəkməyə çalışaq bunu bir dəqiqə. Deməli, bu olsun bir çevrəm.
Bu da olsun ikinci çevrəm. Nə qədər də əvvəlkinə baxanda pis olmayacaqdır. Deməli, verilən daxildən toxunan iki çevrənin radiusları daxildən toxunursa, yəni belə. Deməli, bu olsun böyük çevrənin mərkəzi, məsələn, O2. Bu olsun kiçik çevrənin mərkəzi, O1. Deməli, radiusların uzunluqları nə qədərdir? 4 və 9, yəni kiçik çevrənin radiusu 4. Deməli, bura 4-dürsə, bu da bunun radius hissəsidir. Burada 4-dür. Ümumi də 9-dursa, ümumi hissəsi 9-dursa, deməli, bura nə qədər qalır? 1. İndi bu bizə deyir ki, mərkəzləri arasındakı məsafəni tap. Yəni, bu mərkəzlə bura arasında qalan hissə 4+1 bərabərdir 5-ə. A variantı 69-cu sualımızda. Sonra gəldik 70-ə. 70-də verilmiş vektorların skalyar asilini tapmaq tələb edir. Deməli, əvvəlcə tərifini yazaq. İxtiyari AXY vektoru və BXY vektor X1, Y1, X2, Y2 vektoru üçün onların A, B skalyar hasili X1, X2 plus Y1, Y2'dir. Bu verilmiş istənilən AB vektoru üçün olan skalyar hasilinin tapılması. Deməli, yəni X-ları birinciləri birinciyə vuracaq, sonuncuları sonunculara. Yəni A vektoru vur B vektoru bərabərdir. 6 vur 3 plus 2 vur 8 bərabər 18 plus 16, o da 34'ə. Doğru cavab variantı A variantıdır. Sonra indi gəldik 71 tipli suala. 71 tipli sualın əslində bir forması həqiqətən mövzularında olur. Verilmiş modulların açılışı. Sadəcə bizə burada A'nın, B'nin işarəsini təyin etmək lazımdır. Deməli, əvvəla biz burada iki işə baxmalıyıq. Deməli, bizə veribdir xətti funksiya. Yadda saxlayın ki, əgər funksiyanın qrafiki belə olarsa, K sıfırdan nədir? Böyük. Təkrar biliyin, təməlidir. Buna görə təkrar edək. Bu halda qrafik beləməsinə geçsə, K sıfırdan böyükdür. Yox, qrafik beləməsinə geçsə, K sıfırdan kiçikdir. Oldu mu? Bunu qeyd edədik. Yəqin ki, geriyə də çevirəndə görə biləcəksiniz. Ona görə indi buranın ekranı boşaldaq, silah təmizləyək. Başlayaq davamına. Və indi burada yadda saxlamaq lazımdır ki, əgər K sıfırdan böyükdürsə, yəni bu formada bayaq çəkdiyim kimi, K sıfırdan böyükdürsə, yəni bu istiqamətdə Y bərabərdir AX-ın K-sı, K əmsalı, həmişə dəyişənin, X dəyişəninin qarşısındakı əmsal. Yəni K bərabərdir burada nə? A. Deməli, A digərlərindən B-dən, C-dən nə olacaqdır? Böyük. Çünki niyə böyük olacaqdır? Yəni soruşa bilərsiniz. Ona görə böyük olacaqdır ki, yadda saxlamaq lazımdır ki, bu diqqət edəsək hansı oblastdan keçir? Beləməsin olanlardandır da, bayaqlarım qeyd etdiyimiz kimi. Bayaq qeyd etdiyimiz şəkildəkilərdəndir. Ona görə də C ilə B-nin K-sı mənfi olacaqdır. Mənfi K-lar olacaqdır. Deməli, hələ ki, ən azından bilirəm ki, ən böyüyü hansıdır? Ən böyüyü A-dır. İndi mənə lazımdır ki, mən C ilə B-ni müqayisə edeyim. Deməli, yadda saxlayırıq ki, əgər K böyükdür sıfırdırsa, Y oxuna ən yaxın olan xətt, məsələn, tutalım, bu da olardı, K-nın böyük sıfır olub olan ikinci alı. Əgər Y oxuna yaxındırsa, bu xəttin K-sı digərinkindən böyükdür. Çünki bu nədir? Bundan uzaqdadır. Müsbət istiqamətdə K böyükdür sıfırdırsa, verilmiş Y oxuna yaxın olan ən böyük, uzaq olan ən kiçikdir. Nə qədər uzaqlaşırsa, K-sı deməli bir o qədər neyniyə kiçilir. Bu. Ancaq mənfilərdə isə əksinədir. Mənfilərdə isə əksinədir. Necə? Çünki mənfilərdə mənfi oblastda K kiçikdir sıfır olanlarda
Y oxundan nə qədər uzaqdırsa, bir o qədər nə olur? Ən böyük olur. Amma Y-ə nə qədər yaxındırsa, o qədər nə olur? Kiçik olur. Deməli, biz bu verilmiş ilkin qaydamıza görə deyək ki, belə çarpaz beləməsinə gedir deyə funksiya, yəni həmin funksiyalardandır deyə, deməli verilmiş ifadədə k-lar sıfırdan kiçikdir. Yəni c də kiçikdir sıfırdır, b də kiçikdir sıfırdır. Amma a sıfırdan böyükdür. C ilə b-ni necə müqayisə etməliydim? Yəni əgər dedim ki, qeyd elədik ki, y-dən nə qədər uzaqdırsa, bir o qədər böyükdür. Nə qədər yaxındırsa, o qədər kiçikdir. Yəni c də böyükdür b-dən. A da böyükdür c b-dən. Bu aydın oldusa, indi bax, A böyükdür C böyükdür B-ni qeyd elədim bura. İndi ben onu da bilirəm ki, C də öz aləmində öz üçün, B də öz üçün sıfırdan nədir? Kiçik. Əla. İndi sən burada bu modulları açmaq üçün A, C, B-yə özümüzdən belə simvolik olaraq qiymət verək. Yəni bu qiymətləri verib biz orada alınan cavab ehtiyac yoxdur. Sadəcə olaraq bizim burada məqsədimiz odur ki, verilən modulların işarəsini təyin edək. Məsələn, atıram. Tutalım ki, A-ya özümüzdən 2 verdik. Məsələn, B-yə 3 verdik. Əgər 2-3 fərqi müsbət olsa, məsələn deyirəm də, yəni A-ya B-yə ədəd verdik özümüzdən. Məsələn, 2-3. Əgər A-B fərqi müsbət olsa, moduldan olduğu kimi çıxasıdır. Belə. Yəni cavab lazım deyil ha burada bizə. Yəni mənfi oldu, müsbət oldu. Yəni cavabın da mənfi 2 oldu, müsbət 3 oldu. Önəmi yoxdur, önəmsizdir. Sadəcə işarə. Amma tutalım ki, A-B fərqi mənfi oldu. Yəni məsələn A-ya B-yə özümüzdən qiymət verdik. Verilmiş müqayisəyə uyğun da. Yəni indi orada qeyd etdiyimiz. Məsələn 2-3 nə idi? Mənfi. İşarə mənfidir. Deməli, burada işarə içəridə mənfi alındı deyə hərfi olaraq mənfi A-B kimi yazırsan. Yəni müsbət olsa heç nəsiz. Necədirsə olduğu kimi yazırsan. Amma mənfi çıxdısa içəridə hesablayanda qarşıya mənfi atıb qalan modul ifadəni mötərizə daxilində yazırsan. Yəni burada da A2 ilə 3 yox, məsələn 4 ilə 5 də yaza bilərsən, 8 ilə 18 də yaza bilərsən. İstədiyin ədəd sadəcə verilmiş müqayisəyə uyğun. İndi qayıdaq misalımızın müqayisəsinə uyğun ədədləri verək. Deməli, A hamısından hər birindən böyükdür deyə A-ya deyirəm ki 1. C deyir ki 0-dan kiçikdir, amma B-dən böyük. Deməli, mənfi ədədlərdə koordinat başlanğıcına, yəni 0-a daha yaxın olan ən böyük, uzaq olan nə idi? Ən kiçik. Deməli, belə olan halda C olsun mənfi 1, B olsun mənfi 2. İndi müqayisəmizi aparaq. Bax, A B-dən böyükdür. Deməli, baxırıq bura. 1 minus mənfi 2 nə olar modulun içində? İşarəsi müsbət olar da. 1 minus mənfi 2, 1 plus 2, yəni müsbət işarə olar. Deməli, modul A minus B kimi açılır. Sonra B minus C. B-dən C-ni çıxanda nə olar? Mənfi 2 plus 1. Yəni mənfi 1, yəni əsas olaraq işarə mənfi olar. Mənfi olarsa avtomatik qabağa mənfi atılır. Qalan ifadə mötərizədə yazılır. Niyə mənfi oldu? Çünki buradan qarşıya mənfi çıxırsa, bu mənfi ilə bu mənfi bir-biri ilə dolanmıyor. Əzəli düşmandır. Ya deyirsən, ya mən. Orada da mənfi üstəlik, yəni bir növdə elmi olaraq müxtəlif işarəli ədədlərin deyək, vurulmasında həmişə nə alınırdı? Mənfi alınırdı. Yəni müsbət mənfiyə vuranda. Bir növdə də qabağa mənfi çıxdı. B minus C-ni bayaq qeyd etdiyimiz kimi olduğu kimi yazdıq. Sonra A minus C. 1 çıxılsın mənfi 1. Nə eləyər? Müsbət. Deməli, necə çıxacaqdır? Olduğu kimi plus A minus C şəklində. Deməli, buradan da ifadəni sadələşdirsək, A minus B plus C plus A minus C bərabər C-lər gedər. Müsbət A, müsbət A. 2A, mənfi B, mənfi 2B. Deməli, verilmiş misalımızın doğru cavabı B variantı. Bu da belə. İndi gəldik 72-ci suala. Deyir ki, bizə sahəsi
sahəsi 24 olan ABCD düzbucaqlısından AC 8 B nöqtəsindən AC diaqonalına qədər məsafəni tapın. Deməli, biz bilirik ki, verilmiş düzbucaqlının diaqonalı, onun sahəsi 2 bərabər olan düzbucaqlı nəyə ayrı? 3 bucağa ayrı. Deməli, burada 12-dir. Sahəsi burada 12-dir. Çünki ümumi sahəni bizə 24 verir. Və B nöqtəsindən AC-yə qədər olan məsafəni soruşur. Deməli, sənin üçbucaq ABC'nin sahəsi nəyə bərabərdir? 12-yə. Və düzbucaqlı üçbucaqda və yaxud ixtiyari üçbucaqda sahəni necə taparsan? Yəni, hamısı üçün uyğun olan bir düstur var ki, tərəf və həmin tərəfə çəkilmiş nə? Hündürlük. Tərəfə deyirəm A. Həmin tərəf, əstəğfirullah, A-nı. Tərəfə deyirəm H. Çünki məsafə nədir? Hündürlükdür burada. Tərəfdə A. Deməli, səndən həmin hündürlüyü soruşur. Yəni, tərəf həmin tərəfə çəkilmiş hündürlüyə hasilinin yarısı bərabərdir 12-yə. Buradan da H-imiz nəyə bərabər olar? 3-ə. Deməli, verilmiş düzbucaqlımızın hündürlüyü nə qədərdir? 3 santimetr. Yəni, B-dən AC diaqonalına qədər məsafə 3 santimetr. Deməli, yəni 10 sual demişdik. Arası 12 sual işlədik. Yəni, davamı da ikinci videoda olacaqdır.